Onda qeyd eləyək ki, liseydə baş verən insidentlə bağlı media mənsublarının bu təhsil ocağının şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yol verilməzdir. Bu fikirlər Mətbuat Şurasının media mənsublarının ünvanladığı çağırışda yer alıb. Qeyd edilib ki, bu Azərbaycan jurnalistlərinin etik davranış qaydalarına tamamilə ziddir. Daha detallı məlumatı isə bizə xüsusi müxbirimiz Fidan Mədətova çatdıracaq. Hər vaxtın xeyirli olsun Fidan. Buyur, söz səndə. Salam Gülşən, bəli, müəyyən qədər informasiyaları verdiniz. Belə ki, məhz İdrak liseyində baş verən insidentlə bağlı, həmin hadisə ilə bağlı media mənsublarının həmin təhsil ocağının şagirdindən belə deyək, məlumat alma və onu yayma kimi hal yol verilməzdir, qətiyyən yol verilməzdir və bununla bağlı Mətbuat Şurası jurnalistlərə, belə deyək, media mənsublarının ünvanladığı çağırışda qeyd olunur. Eyni zamanda həmin çağırışda başqa hansı detallara toxunulur, detalları ilə Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmovdan öyrənəcək. Salam Əvəz bəy, sizdən eşitdik detalları. Məsələ ondadır ki, Mətbuat Şurası ümumiyyətlə, belə deyək, cəmiyyətdə cəmiyyətdə baş vermiş müəyyən insidentlərin mediada işıqlandırılmasına hər zaman həssas yanaşıb və bu dəfədə bu hadisənin işıqlandırılmasında diqqətimizi həmin o uşaqlardan götürülən informasiya çəkdi və bu bilirsiniz, ümumiyyətlə Azərbaycan jurnalistlərinin etik davranış qaydalarına zidd haldır. Yəni qaydalarda konkret olaraq bizim açıqlamamızda da göstərilir. Qaydalarda konkret olaraq göstərilir ki, həmin uşaqlardan informasiya alınması mütləq onların valideynlərinin razılığından və yaxud da qəyyumlarının razılığından həyata keçirilməlidir. Eyni zamanda burada jurnalist marağı ümumiyyətlə əsas götürülən bir faktordur əslində. Jurnalist marağı nəyə hesablanmalıdır? Obyektiv həqiqətlərin çatdırılmasına hesablanmalıdır, yəni hadisə ilə bağlı. Ancaq indiki halda hər hansı bir uşaqdan, təhsil ocağının uşağından götürülmüş informasiya nə dərəcədə həqiqətləri ortaya çıxara bilər və bu əlbəttə ki, çox mübahisəli bir məsələdir, ümumiyyətlə düzgün deyil. İkincisi də ki, biz bu açıqlamanı yayarkən eyni zamanda beynəlxalq təcrübəyə də əsaslanırıq. Yəni beynəlxalq təcrübədə də deyək ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasında, o cümlədən UNICEF-in sənədlərində, bundan başqa digər, deyək ki, BBC və yaxud da ki, Associated Press kimi qurumların etik davranış normalarında ifadə azadlığının heç bir halda uşaq hüquqlarından üstün olmadığı göstərilir və bizim Mətbuat Şurasında tövsiyəsi, deyək ki, çağırışı buna hesablanmışdır ki, jurnalistlər bu kimi hallarda ehtiyatlı olsunlar, yəni həssas davransınlar, ilk növbədə peşə davranışı, etik davranış prinsiplərinə rəhbər tutsunlar. Yəni bu olmadan hər hansı bir informasiyanın cəmiyyətə çatdırılması yol verilməzdir. Təşəkkür edirəm Əvəz bəy, çatdığınız detallı informasiyalara görə və bəli bir daha vurğulamaq istəyirəm.